Salam. Bu videoda Avropanın relyefi, ümumilikdə materiklərin relyefi mövzusunu izah edəcəyik. Gəlin ilk əvvəl baxaq Avropa haqqında məlumatlara. Avropa Avrasiyanı əhatə edən iki qitədən biridir. Sahəsi 10,3 milyon kvadrat kilometrdir. Ucqar nöqtələri şimalda Norveç ərazisində Nordkinn burnu, cənubda İspaniya ərazisində Mərakeş burnu, şərqdə Qütburalı Rusiya ərazisində, qərbdə isə Roka Portuqaliya ərazisində. Burada yerlərini də işarə edirəm. Avropanın ucqar nöqtələri bunlardır. Avropa ekvatordan şimalda yerləşir, ekvator xətti ilə kəsişmir, ancaq başlanğıc meridianı, yəni Greenwich meridianı Avropanın kəsdiyinə görə 3 yarımkürədə yerləşir: şimal, qərb və şərq yarımkürələrində. Avropadan Greenwich xəttinin kəsdiyi ölkələr Böyük Britaniya, Fransa və İspaniyadır. Tamamilə qərbdə yerləşən ölkələr İrlandiya, İslandiya və Portuqaliyadır. Aşağıdakı xəritədə Avropanın regionları göstərilib. Baxın, burada sarı rənglə verilən Şimali Avropadır. Qırmızı rəngin çaları verilən Şərqi Avropadır. Yaşıl rəng Cənubi Avropa, mavi rəngi isə Orta Avropa. Ümumilikdə Avropa 4 regionda yerləşir: Şimali, Cənubi, Şərqi və Orta Avropa. Şimali Avropa sarı rənglə verilib. Hansı ölkələr daxildir? İslandiya, Norveç, İsveç, Finlandiya, Estoniya, Latviya, Litva və Danimarka. Şimali Avropada qədim dağlardan olan Skandinaviya dağları yerləşir. Eyni adlı Skandinaviya yarımadasında. Baxın, burada göstərilib. Ən hündür zirvəsi Qalxapikken zirvəsidir. 2469 metr. Skandinaviya yarımadası 20 min əvvələ qədər tamamilə buzlaqlarla örtülü olmuşdur. Hazırda bu ərazilərdə belə buzlaqlar qalmayıb, ancaq onların fəaliyyət nəticəsində yaranmış relyef formaları burada qalmışdır. Onlara biz moren tirələri və təpələrini, Troq dərələrini misal çəkə bilərik. Bir də Şimali Avropada dar uzun körfəzlər olan fiordlar ön plana çıxır. Fiordlar buzlaqların təsiri ilə yaranmış dar və ensiz körfəzlərdir. Burada ona bir misal ola bilər. Sogne Fiordun adı qeyd olunur Norveç ərazisində. Baxın, buradakı şəkildə 9-cu sinif coğrafiya kitabında da verilib. Və digər bir buzlaq relyef forması olan Salpauselkaya moren tirəsinin biz adını qeyd edə bilərik. O da yerləşir Finlandiya ərazisində. Baxın, burada Skandinaviya yarımadasını və Skandinaviya dağlarını şimal qütb dairəsi kəsdiyinə görə iki işıqlanma qurşağında yerləşir Avropa. Şimal qütb işıqlanma qurşağı və şimal mülayim işıqlanma qurşağı. Həmçinin Skandinaviya yarımadası və Kola yarımadası da iki işıqlanma qurşağında yerləşir. Ancaq Qalxapikken zirvəsi şimal mülayim işıqlanma qurşağında yerləşir. Həmçinin Ural dağlarını da, baxın, burada şimal hissəsini şimal qütb dairəsi kəsdiyinə görə Ural dağları da iki işıqlanma qurşağında yerləşir və Şərqi Avropa düzənliyinin də şimal hissələrini qütb dairəsi kəsir, iki işıqlanma qurşağında yerləşir. Orta Avropanın relyefi üçün düzənliklər səciyyəvidir. Ən böyüyü Almaniya-Polşa ovalığıdır. Orta Avropanın Atlantik Okean sahillərində qurunun tektonik çökməsi baş verib və burada antropogen mənşəli düzənliklər ön plana çıxır. Biz bunlara polderləri misal çəkə bilərik. Polderlər nədir? Əvvəllər dəniz dayazlıqları olmuş ərazilərin bəndlər vasitəsilə qurudularaq quraq əraziyə çevrilməsi, quru hissəyə çevrilməsi nəticəsində ərazilərin genişləndirilməsidir və bununla da ən çox məşğul olan ölkə Niderlanddır. Orta Avropa ölkəsi olan Niderlanddır. Ümumilikdə Orta Avropa ölkələrinə biz burada fikir versək, İrlandiya, Böyük Britaniya, Fransa, Almaniya, Belçika, Niderland, Lüksemburq, Liechtenstein, Avstriya və İsveçrəni biz burada saya bilərik. Həmçinin mikro ölkə olan Monaco da Orta Avropada yerləşir.
Bundan başqa Orta Avropada cavan qövsvari formaya malik olan Alp dağları yerləşir. Afrika Avrasiya litosfer tavalarının toqquşması nəticəsində yaranıb bu dağlar. Ən hündür zirvəsi 4807 metr olan Mont Blanc zirvəsidir. Ümumilikdə Alp dağları Fransa, İsveçrə, Avstriya, İtaliya, Sloveniya, həmçinin Almaniyanın cənub hissəsi, həmçinin Liechtenstein ölkələrinin ərazisində yerləşir. Avstriya və İsveçrədə həm qış, həm də yay turizm inkişaf etmişdir. Alp dağları yuxarıda da qeyd etdiyim kimi Afrika Avrasiya litosfer tavasının toqquşma səhnəsində yerləşir. Burada turizm İsveçrə Avstriya iqtisadiyyatının əsas sahələrindən biridir. Zəngin rekreasiya ehtiyaclarına malikdir və burada qeyd olunur 2014-cü ildə turizmdən Avstriyanın dövlət büdcəsinə 44,5 milyard, İsveçrənin dövlət büdcəsinə 44,1 milyard gəlir gəlmişdir. Həmçinin burada Alp dağlarının bir digər hündür zirvəsi Matterhorn pikinin adı qeyd olunur. Baxın burada qitənin ən alçaq nöqtəsi isə Xəzər dənizinin səviyyəsidir, -27 metr. Baxın burada yaxınlaşdırıb baxsaq, bu hissədə Avropa Xəzər sahillərinə qədər uzanır. Ona görə də ən aşağı nöqtə Xəzər dənizinin səviyyəsidir, -27 metr. Sonra Cənubi Avropaya baxsaq, Cənubi Avropa Aralıq dənizinin şimal sahillərini əhatə edir. Orta Avropa ilə müqayisədə sahilləri çox parçalanmışdır. Yarımada və adaların relyefi əsasən dağlıqdır. Burada Piriney, Apenin, Balkan yarımadaları, həmçinin eyni adlı dağlar da burada yerləşir. İntensiv tektonik və seismik proseslərlə səciyyəvidir. Burada Etna, Vezuvi, həmçinin Stromboli kimi fəaliyyətdə olan vulkanlar var. Etna Siciliya adasında yerləşir. Baxın burada göstərirəm. Etna vulkanı buradadır. Vezuvi vulkanı Apenin yarımadasındadır. Stromboli vulkanı isə eyni adlı Stromboli adasında yerləşir. Həmçinin Balkan yarımadasında biz Kars relyef formaları, Kars platosunun adını qeyd edə bilərik. Burada Kars platosu düşür Xorvatiyanın ərazisinə. Kars prosesləri biz nə olduğunu artıq bilirik. Suda rahat olmuş suxurların yuyulması nəticəsində mağaraların yaranmasıdır. Bu Kars relyef formaları adlanır. Kars platosu dediyim kimi Xorvatiyanın ərazisidir, Cənubi Avropada yerləşir. Burada Avropanın ən böyük Kars mağarası olan Postoyun mağarasının adı qeyd olunur. Avropada ən uzun Kars mağarasıdır. 20 kilometrlik yeraltı keçid və zallardan ibarətdir. İspaniyada Menarxo çimərliyinin adı qeyd olunur burada. Cənubi Avropa regionundan. Sonra Şərqi Avropadan danışsaq biz, yerləşən eyni adlı düzənlikdən Karpat dağlarından başlayır və Ural dağlarına qədər uzanır Şərqi Avropa düzənliyi. Burada olan yüksəkliklərə biz Orta Rusiya, Volqa boyu, Valday yüksəkliklərini qeyd edə bilərik. Düzənliyin şimal hissəsi buzlaq relyef formaları ilə zəngindir. Şərqi Avropa düzənliyi Ukrayna, Belarus və Rusiyanın Avropa hissəsinə uyğun gəlir. Və burada Avropanın ən çox məskunlaşan ərazilərindən biridir. İri şəhərlərdən Moskva, Sankt-Peterburg, Kiyev kimi şəhərləri misal çəkə bilərik. Şərqi Avropanın cənub hissəsində Qafqaz dağları və Krım dağları yerləşir. Ona görə də bu hissə geosignalda yerləşir. Burada Moren təpə və tirələrinin şəkili qeyd olunub. Bir dənə təpədirsə bu Moren təpəsi, ardıcıl tirələrdən ibarətdirsə bu Moren tirələri adlanır. Burada Avropanın regionları və orada olan relyef vahidlərinin cədvəli qeyd olunub. Baxın, Şimali Avropada bayaq da qeyd etmişdik. Skandinaviya dağları, Qalxa-Pikken dağı 2469. Səciyyəvi relyef formalarına baxsaq, Moren təpə və tirələri, Moren buzlağın gətirdiyi və onun əriməsindən sonra qalan suxurlardır. Əlbəttə ki, biz bilirik ki, buzlaq dağın təpəsindən ətəyinə doğru hərəkət edərkən özü ilə birlikdə suxuru da gətirir.
Buz əriyib çıxıb gedir, amma suxur yerində qalır. Ona görə də burada tirə və təpəliklər yaranır. Buna da deyirlər moren təpə və tirələri. Troq dərəsi buzlağın yaratdığı təknəvari profil malik, enli və yamacları dik olan dərədir. Fiord nə idi? Yuxarıda da qeyd etmişdik. Materikə daxil olan dar, əyri-üyrü formaya malik, qayalı dik yamaclara malik olan körfəzlərdir. Orta Avropa, Almaniya, Polşa ovalığı, Alp dağları və Sudet dağlarını biz burada qeyd edə bilərik. Polderlər anlayışı burada da verilib. Əvvəllər dəniz dayazlığı olmuş, sahili qurudulmuş və ovalığa çevrilmiş ərazilərdir. Cənubi Avropada Piriney, Apenin, Balkan, Etna, Vezuvi vulkanlarını, Kars platosunu qeyd edə bilərik. Kars relyef formaları qurunun əhəng daşı, gips, duz və say suda həll olan suxurların yayıldığı ərazilərdə yeraltı suların fəaliyyəti nəticəsində yaranmış relyef formalarıdır. Kars platosu qeyd etmişdim. Xorvatiya ərazisində yerləşir. Şərqi Avropa düzənliyi Karpat və Ural dağları arasında yerləşir. Buzlaq relyef formaları səciyyəvidir. Qafqaz dağları ən hündür zirvəsi burada qeyd olunub. 5642 metr Avropa və Asiya sərhədindədir. Ümumi Avropanın ən hündür zirvəsi Mont Blanc götürülür. Çünki Qafqaz dağlarını, baxın burada xəritədə də biz baxsaq, görərik ki, Qafqaz dağları sərhəddə yerləşir. Tamamilə Avropaya düşmədiyinə görə Avropanın ən hündür zirvəsini Mont Blanc götürürük. 4807 metr.